Paytaxt Bakıda məşhur şadlıq saraylarından biri olan Alp Delux'da sən demə gələn qonaqlara mal əti yox, at əti yedirilmişlər. Akta tərəfindən Şadlıq Sarayının bu xoşa gəlməsi hərəkəti ilə bağlı görüntülər və məlumat da yayılıb. Məlumat üçün bildirək ki, sözü gedən Şadlıq Sarayında təqdim olunan menyuların qiyməti nə az, nə çox, düz 90 manatdan başlayır. Biz at əti, yəni biz o ətdən istifadə eləmirik. Bizim yalnız istifadə elədiyimiz dananın bel hissəsidir. O da bastırmaya gedir. Yəni hal-hazırda bu ətlər buzdadır və dananın bel hissəsi. Biz yalnız bu ətlərdən istifadə eləyirik. Bu şəxs iddia edir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən restoranda nə yoxlama keçirilməyib, nə də ətlərdən nümunə götürülməyib və Alp Deluxe Şadlıq Sarayında istehlakçılara menyuda təqdim olunan ət məhsullarından başqa mənşəli ət verilməyib. Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda sən demə bu Şadlıq Sarayında toy iştirakçılarına mal əti əvəzinə at əti verilirmiş. Şadlıq Sarayında şübhəli hallar aşkarlandığı üçün həmən ətlərdən nümunələr götürülərək laboratoriyaya təqdim edilib və analizlərin cavablarında həmən ətlərdə at ətinin DNT-si aşkarlanıb və Aktanın əməkdaşları tərəfindən həmən ətlər dövriyyədən çıxarılıb. Şadlıq Sarayının baş nəzarətçisi Amil Quliyev deyir ki, 5 ildir fəaliyyət göstərən bu məkanda bugünə kimi qonaqlara menyuda təqdim olunan əsas ət məhsulları balıq, toyuq, quzu və dana ətinin yalnız bel hissəsi olub. Ətlər hamısı rayonlardan. Beyləqan, Ağcabədi, Bəldə, hamısı da gəlir bizim kəsim məntəqəsi Binəqədidədir. Və orada peçatlanır, gəlir möhürlənir, bəli. Gəlir burada bizə təqdim olunur. O iddia edir ki, Akta tərəfindən yayılan sözcüdən görüntülər və məlumatlar Alp Deluxe Şadlıq Sarayında qeydə alınmayıb. Baytarlıq sənədini göstərə bilərsiniz bizə? Bəli, göstərə bilərik. Bu son bir həftədə gələn ətlərin ümumi qayməsidir və 08.05.2026-cı il və bu tarixdə biz ətlərdə qəbul eləmişik. Yoxlama zamanı Şadlıq evində soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində də bir sıra nöqsanlar aşkarlanıb. Bəli, bu da bizim isti qəlyanaltımızdır. Burada havalandırma sistemi işləyir. Çəkə də bilərsiniz. Və burada gedən boru durbaların hamısının üstü izolyasiya olunub. Bu boyda havalandırma da ki, burada işləyir. Yəni hər şey göz qabağında. Yəni real olan bir şey bugünkü gün budur. Həmçinin agentliyin müfəttişləri Alp Deluxe Şadlıq evinin soyuducu sahəsində saxlanılan ətlərin görünüşü şübhə doğurduğu üçün nümunələr götürüblər. Səlahiyyətli şəxs nümunə aktına da imza atıb. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə vətəndaş şikayəti əsasında 29 aprel tarixində sözcüdən Şadlıq Sarayında planlanan kənar yoxlama aparılıb. Həmin yoxlamada mediada çıxış edərək yoxlamanın aparılmadığını iddia edən Şadlıq evinin səlahiyyətli şəxsi özü də iştirak edib. Bəs həqiqətən bu Şadlıq Sarayında toy iştirakçıları mal əti adı ilə at ətini yeyiblər. Götürülmüş ət nümunələri keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi yoxlama çərçivəsində götürülmüş nümunələr laboratoriyaya təqdim edilmişdir. Təqdim olunmuş nümunələr müvafiq sınaqlara cəlb edilmiş və sınaqlar nəticəsində məhsulun tərkibində at DNT-si olduğu aşkar edilmişdir. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə sözgedən faktla bağlı Şadlıq evinin rəhbərliyi barəsində səlahiyyətli nümayəndələrinin iştirakı ilə inzibati protokol tərtib edilib. Obyektdə icrası məcburi göstərişlər verilib. Rəşad Vəkiloğlu, Space xəbər.